Bismillahirrahmanirrahim. Gözəl insanlar, əziz Allahın xeyri, bərəkəti, salamı, afiyəti sizin və ailənizin üzərinə olsun. Allah sizə xeyir qapıları açsın, şəfa qapıları açsın, ruzi qapıları açsın. Sizi xeyri, bərəkəti, elmi, dostluğu, qardaşlığı, barışı çoxaldan insanlardan etsin. Gözəl insanlar, əziz Allah kitabını nə üçün göndərdiyi ilə bağlı çoxlu ayələr nazil eləyib. Yəni Qurani-Kərimi diqqətli oxusaq, orada Allah bu kitabını nə üçün nazil etdiyini açıqlayan ayələrə yer verib. Allahın nəzərində insanlığın bu ömrümüzün, həyatımızın, bu dünyanın ən böyük məsələsi insandır. Yəni biz işə hardan başlayacağıq ki, dünyanın işləri düzəlsin, ölkəmizin işləri düzəlsin, insanlığın işləri düzəlsin. Əziz Allah buyurur ki, insan yetişdirməkdən başlayacaqsınız. Əgər insan yetişdirməsəniz, dünyanın ən böyük problemi insandır. Əgər insan yetişdirməsəniz, dünyanın heç bir sıxıntısını həll edə bilməyəcəksiniz. İstəyir ki, tövhid inancı olan, ədalətə sarılan, mərhəmətə inanan, axirətə inanan, elmi, bərəkəti, xeyri yayan, cəhalətə qarşı savaşan, insanları xeyrə, dostluğa, qardaşlığa, barışa, sevgiyə çağıran, eyni zamanda zülmün, pisliyin qarşısında duran insanlar çoxalsın. Məqsədi budur. Ona görə dinin adını İslam qoyub. Baxın, yer üzündə barış istəyir. Eyni zamanda əziz Allah sadəcə barış istəmir. Eyni zamanda barışı necə təmin etməyin yolunu da göstərir. Barışı təmin etmək üçün barışı istəyən, barış üçün mücadilə edən insanların olmasını istəyir. O insanı yetişdirəcəksinizsə, yəni maya toplum, o özəlliyi, xeyri, bərəkəti çoxaldan toplum, insanlar toplumu yetişdirsəniz, məsələləri həll edəcəksiniz. Allah Rəsulü İslamı təbliğ edərkən nədən başlayıb desəniz, insan yetişdirməkdən başlayıb, insan yetişdirib, Allahın qoyduğu ölçülərə, hədəfə uyğun insan yetişdirməklə başlayıb. Ona görə barış insanı, baxın, xeyir insanı, bərəkət insanı yetişdirmək Allahın muradıdır, istəyidir və onu bizim üzərimizə qoyub. Eyni zamanda onun ölçülərini qoyub. Necə edəcəyik ki, barış insanı, xeyir insanı yetişdirəcəyik? Baxın, kitabını da bunun üçün nazil edib. Buyurub ki, bu kitabla yetişdirəcəksiniz. Quran nə üçün desəniz, mən deyirəm, Quran insan yetişdirmək üçündür. Barış elçiləri, hər insan barış elçisi olmalıdır. Xeyir elçisi olmalıdır, tövhid elçisi olmalıdır, ədalət elçisi olmalıdır, mərhəmət elçisi olmalıdır. O cür insanları yetişdirmək üçün Qurani Kərimi nazil edib. Hədəfi budur, gözəl insanlar. Baxın, barış adlı bir dinimiz var və o dinimizin kitabı Qurani Kərimdir və o kitabda ox əmri ilə başlayıb. Yəni, bu insanı necə yetişdirəcək? O insanı oxumaqla, elmlə edə bilərsiniz, təhsil edə bilərsiniz, universitetlərlə, məktəblərlə, gözəl xocalarla, alimlərlə edə bilərsiniz buyurub. Kitabının da hədəfini bir-bir açıqlayıb. Baxın, nə söylüyor? Əziz Allah buyurur ki, bu kitabın qaynağı uca Allah. Allahın kitabıdır deyir. Allahın sözüdür. Kelamullah'dır baxın. Baxın nə söylüyor? Harda buyurur? Şuara surəsi, Qurani Kərimin 26-cı surəsidir. Onun 192-ci ayəsində əziz Allah buyurur ki, Bismillah. Şübhəsiz ki o, yəni Quran, aləmlərin Rəbbi tərəfindən endirilmişdir, nazil edilmişdir. Baxın, xüsusi vurğulayıb. Aləmlərin Rəbbidir Allah. Aləmlərin Rəbbi, orada Rəbb sözündən istifadə edib. Yəni, əziz Allahın Ər-Rəbb adından istifadə edib. Niyə görə? Çünki Ər-Rəbb adının bir mənası da tərbiyə edən deməkdir. Ən böyük tərbiyəçi Allahdır. Sadəcə insanın deyil, hər şeyin tərbiyəçisi. Əziz olan Allahdır. Deyir ki, aləmlərin Rəbb olan o Rəbb, ey insan, sənin də Rəbbindir, sənin də tərbiyəçindir. Amma o kitabı da ona görə indirib ki, nazil edib ki, sən Ər-Rəbb olan Allahın istəyinə, məqsədinə uyğun insan kimi özünü yetişdirəsən, tərbiyə edəsən. İnsan tərbiyəyə möhtacdır. Baxın, sonra nə buyurur? Gözəl insanlar, qaynağı Allahdır, gətirən Cəbraildir.
O mübarək kitabı gətirən mələyə də bir özəl mələk seçib, onun adı Cəbraildir. Cəbrail sözünün kök mənalarından biri Allahın gücü deməkdir. Güclü mələk. Baxın sonra nə deyir? Ruhul əmindir deyir. Əmin ruhdur. Ruhul Quds, toxunulmaz ruhdur. Baxın Cəbrailə sifətlər qoyub. Kərim Cəbraildir. Kimsənin heç bir gücün Cəbrailin gətirdiyi mesaja toxunma imkanı yoxdur. Təbliğçisi kimdir? Kimə gətirib? Baxın, Həzrəti Muhammedə gətirib. Baxın, qaynağı Allah, hansı Allah? Aləmlərin Rəbbi olan Allah. Gətirən Cəbrail, hara gətirib? Kimə gətirib? Aləmlərə rəhmət olaraq seçdiyi, göndərdiyi Həzrəti Muhammedə gətirib. Ki, onu təbliğ eləsin. Bəs ünvanı kimdir? Ünvanı gözəl insanlar, insanlıqdır. İslam bütün insanlığın dinidir. Quran-ı Kerim insanlığın kitabıdır. İnsanlığın hidayət kitabıdır. Baxın, kitabın necə tanıtdır? Qaynağı Allah olan kitab, aləmlərin Rəbbi tərəfindən göndərilmiş kitab, Cəbrailin gətirdiyi kitab, Həzrəti Muhammedə göndərdiyi kitab, təbliğçisi odur, ünvanı da insanlıq olan kitab. Nə üçün? İnsanı inşa eləsin. Tevhidlə, ədalətlə, bərəkətlə, mərhəmətlə, elmlə inşa olunmuş, məqsədi, amalı, xeyri, bərəkəti çoxaldan insanların sayını çoxaltmaq. İnsan inşa eləmək. İki dünyalı insan. Bu dünya ilə ahirəti bir-birinə bağlayan insan. Allah kitabını belə tanıdır, gözəl insanlar. Quranın sahibi Quranı tanıdır. İstəyir ki, insanlar da onu o ölçü ilə tanısınlar. Baxın, kəlamullah deyir. Kəlam sözü nədir? Baxın, kəlam sözdür. Amma Allahın sözüdür. Kəlamın içindəki sözlərin ölçülərini, yerini Allah müəyyən edir. Baxın, kəlam içinə qoyulan mənaları Allahın müəyyən etdiyi sözə deyilir. 3. Hər söz bağlama bağlıdır. Yəni, anlam bağlamda müəyyən olunur. Quranda Allahın muradı nədir? Bu sözü bura yerləşdirməkdə Allahın muradı nədir? O sözün bağlamını öyrənməmiz şərtdir. Anlam bağlamda məna qazanır. Söz bağlamda məna qazanır. Sözü mətndən çıxarıb özümüzdən məna yükləmək haqqımız yoxdur. Necə ki, balığı dənizdən çıxararsınız, balıq ölər. Sözü də mətindən, bağlamdan çıxarıb ağlına gələn mənanı yükləyərsinizsə, Quran ölər. Yəni, Allahın dediyi söz olmaz. 4. Kəlam olmağın 4-cü əlaməti nədir? Birinci nə idi? Sözdür, Allahın sözüdür. Eyni zamanda sözün mənasını yükləyən də Allahdır. Bağlama bağlıdır. 4. Xeyirli sözdür. Xeyri bitib tükənməyən sözdür. Meşələr qələm olsa, meşələrdəki ağaçlar qələm olsa, dənizlər, üstə gəl 7 dəniz olsa, o dənizin suları da mürəkkəb olsa, Allahın kitabını deyir, mənasını açmaqla, yazmaqla bitməz deyir. Bu cür kitabını, ölçülərini nə qədər gözəl şəkildə qoyub gözəl insanlar. Eyni zamanda bir neçə də ayə oxuyacağım ki, Allah kitabını nə üçün göndərib? Allah öz kitabının məqsədini necə açıqlayıb? Baxın, birinci oxuyacağım ayə Bəqərə surəsinin, ikinci surənin 185-ci ayəsidir. O, bilirsiniz ki, Ramazan orucu ilə bağlı olan ayələr var Bəqərə surəsində. Onlardan biri də 185-ci ayədir. 185-ci ayədə Əziz Allah buyurur ki, Ramazan ayında nazil etməyə başladığı Quran-ı Kərimin hədəfini açıqlayır. Bismillah. Ramazan ayı 1. İnsanlara yol göstərən. Bakın, Quranın birinci hədəfi insanlara yol göstərmək. Doğru yolu göstərir. Doğru yolun ölçülərini açıqlayır. O doğru yolun ölçüləri də ayrıca bir videonun mövzusudur. Bir açıqlayır onu. Məsələn, doğru yolun ölçüsünü bir nədir? Ədalətli olmaq. Bir nədir? Doğru danışmaq. Məsələn, namaz qılmaq, oruç tutmaq, zəkat vermək, həccə getmək, ədaləti yaymaq, xeyri yaymaq, bərəkəti yaymaq, çəkidə aldatmamaq, ataya, anaya uf belə deməmək.
işçinin hakkını vermek, halal yaşamak, kəbinli yaşamak. Bakın bunlar hamısı sayın geçsin, hamısı doğru yolun ölçülerde. Kim açıklıyor bunu? Allah açıklıyor. İki, bir rehberdir deyir, hüdadır deyir, hidayet kitabıdır deyir. Amma kime hidayettir? Müttəqilere. Hatırlayırsınız ötən videolarımızı. Elə bir rəhbərdir ki, onun xəritəsi Allah tərəfindən gəlib. Quran Allahın kitabıdır. Elə bir rəhbərdir ki, yolu %100 tanıyır. Sizi azdırmaq imkanı yoxdur. Gedəcəyiniz yeri bilir. Necə gedəcəyinizi bilir. Sizə cəsarət verir. O yolun bütün addımlarını göstərir sizə. Deyir, yetər ki, mənə inanın. Quran onu rəhbər seçənlərə rəhbərdir. Ondan sonra nə söylüyor? Doğrunu yanlışdan ayırmanın açıq dəlillərini gətirmişdir. Əgər özümüzə sual versək ki, biz doğru mu yaşayırıq? Doğru mu düşünürük? Həyatımız, yaşayışımız, düşüncələrimiz, tutduğumuz yol, getdiyimiz yol, yediyimiz qida doğru mu? Ölçü Quran-ı Kərimdir. Həyatınızı lütfən Quran-ı Kərimdən ölçün. Əgər Quran-ı Kərimin Allahın buyurduqlarına uyğundursa, onda o dəlili görəcəksiniz, baxın. İnsana elə bir güc, elə bir ağılını, elə bir işlək vəziyyətə gətirir ki, Quran. İnsanı elə gücləndirir ki, insan iradəli varlıqdır. Yəni insan yanlışı da seçə bilər, doğrunu da seçə bilər. İnsana elə bir şuur, elə bir əxlaq verir ki, insan doğrunu seçsin. Bax, deyir ki, o Ramazan ayı bu özəllikləri daşıyan, hansı özəllikləri daşıyan? Birinci, insana yol göstərən, doğru yolu göstərən, insanlığa rəhbər olan, doğrunu yanlışdan ayırmağın açıq dəlillərini gətirən Quranın nazil olduğu aydır, deyir. Allah kitabını belə tanıdır, gözəl insanlar. Başqa bir ayəsində belə buyurur, onu da sizə tanıdım, gözəl insanlar. Harada buyurur? Nəhl surəsində. Quran, Qur'anı tanıdır. Allah kitabını tanıdır. Nəhl surəsi 16-cı surədir. 16-cı surənin bir hissəsini oxuyuram sizə. Yəni daha doğrusu 16-cı surənin 89-cu ayəsinin bir hissəsini oxuyuram sizə. Nəhl surəsi Quran-ı Kərimin 16-cı surəsidir. Onun 89-cu ayəsində Yüce Allah buyurur ki, Bismillahirrahmanirrahim. Bu kitab sənə hər şey üçün bir açıqlamadır. Quran açıq kitabdır və açıqlayan kitabdır. Bakın, Müslümanlar için bir rehberdir. Bir istisna koydu burada. Niye göre? Müslüman kimdir? Müslim kimdir? Kur'an'ın ifadesinden ise Müslim Allah'a teslim olmuş insandır. Allah'a teslim olmuş insanın özelliği nedir? Allah'ın kitabında buyurduğu gibi yaşayan insandır. Yani Kur'an şart koyur. Deyir ki, benim sana rehber olmamı istəyirsən mi ey insan? Allah'a teslim ol. Allah'a teslim ol ki sənə rəhbər olum. Mənim dediklərimi yerinə yetir ki, bir-bir, addım-addım səni hədəfinə doğru aparım. Səni azmaqdan qoruyum, səni şərdən qoruyum, böhtandan qoruyum, ömrünün israf olmasından qoruyum, ümidsizlikdən qoruyum. Amma Allah'a teslim ol deyir. Müslümanlar üçün bir rəhbər, baxın sonra rəhmət də deyir. Rəhmət həm də Quranın adlarından biridir. Quran bizə necə rəhmət olar? Necə bizim üçün mərhəmət kitabı ola bilər? Necə bizi qoruyar, bağrına basar? Oxusaq rəhmət kitabı olar. Oxumasaq olmaz. Bax, oxusaq deyirəm, anlasaq deyirəm. Anladığımızı həyatımıza daşıyanda rəhmət olar. Bir kitabı evinizin en güzel yerinde saxlayırsınızsa, qızıl, gümüş qabların içərisində saxlayırsınızsa, başınızın üstüne qoyub onun altından keçirsinizsə, amma heç açmırsınızsa, oxumursunuzsa, həyatınıza daşımırsınızsa, o sizə rəhmət olmaz. Bax, belə olanda Quranın xətrinə dəyir, gözəl insanlar. Eğer dili olsaydı, danışsaydı ya da ki onu açıb oxusaydınız, deyərdi ki, bax, ey insan, belə etmə. Düzdür, sən bunun Qurana, Allahın kitabına sayğı olduğunu düşünürsən. Amma mən istəyirəm ki, mərtəbəni yüksəldəsən. Bir məni aç, bir məni oxu, bir məni anla, bir məni ürəyinə yerləşdir, vicdanına yerləşdir, ağlına yerləşdir, salih əməllərinə yerləşdir. Gör sənə necə rəhmət oluram. Gör sənə necə hüzur verirəm. Gör səni şərdən necə qoruyuram. Gör əxlaqını necə gözəlləşdirirəm. Gör sənə yeni üfüqlər necə açıram. Bakın, həyata ümidlə baxsanız, ağlınız yeni imkanları görəcək.
Həyatı qaranlıq görən, bədbin görən, hər şey pisdir deyən insan ağlı əsla və əsla yeni fürsətlər görməz. Quran ona görə bir baxın sonra nə söyləyir bizə? Rəhmət sonra deyir ki, bax müjdədir. Müjdə əslində ümid deməkdir. İnsana deyir ki, ey insan, nə qədər çətin olsa da ümidini itirmə. Allah sənə müjdə verir. Baxın müjdə verir deyir. Həyata ümidlə baxın deyir. Həyata ümidlə baxsanız ağlınız deyirəm ki, yeni fürsətlər, yeni imkanlar görəcək. Bədbinlik fəlakətdir gözəl insanlar. Gecenin gece olduğunu bilmək fərasət deyil ki. Fərasət gecenin içindeki ışığı görməkdir. Bakın elçilərin həyatına baxın. Son elçi, aləmlərə rəhmət olaraq göndərilmiş Həzrəti Muhammedin həyatına baxın. Hər günü mücadilə içindədir. Hər gün mücadilə halındadır. Düşmənlərinin ona etmədiyi pislik qalmadı. Amma yorulmadı, ezmədi, ümidini itirmədi. Allahın ipindən sarıldı və doğru yola doğru getdi. Allah da ona zəfər nəsib etdi. Zəfər üçün mücadilə şərtdir deyir. Baxın nə bu kitab sənə açıqlayıcı bir kitabdır. Müsəlmanlar üçün bir rəhbərdir, rəhmət kitabıdır, müjdə kitabıdır söyləyir gözəl insanlar Qurani Kərim. Və nəhayət son bir ayədə oxuyuram sizə. Qurani Kərimlə bağlı, kitabımızla bağlı. Niyə görə? Çünki bizim dinimizin əsası qaynağı buradadır. Gözəl insanlar. Baxın, hardan oxuyuram? 17-ci surə İsra surəsidir. İsra surəsi Qurani Kərimin 17-ci surəsidir. Onun 81-ci ayəsində əziz Allah buyurur ki, 81-82-ni oxuyuram. Bismillahirrahmanirrahim. De ki, baxın, gerçək gəldi, hak gəldi, batil yox oldu, batil yıkıldı. El-Hak doğru olandır. Allah'ın sözüdür. El-Hak. Kur'an'ın bir adı da El-Hak'tır, doğrudur. Mənalı, məqsədli kitabdır. Bakın doğrudur %100, rəhbərdir, mənalı və məqsədlidir. Bunun ziddi də batildir. Batil mənasız, məqsədsiz, boş, insanları yalana sürükləyən, insanların beynini qarışdıran, insanları yanlış yola sürükləyən söz, işdir. Kökü yoxdur. Qaranlıq kimidir. Qaranlığın kökü olmaz. Qaranlıq nə zaman yox olar? İşıq gəlsə. Baxın nə deyir, nə buyurur? Quranın gəlişini necə deyir? Hak gəldi, batil yox oldu. Hakkı getirmeseniz batil yok olmayacak. Neye göre Azerbaycan'da bu din tacirleri meydan suluyorlar? Neye göre hurafeler ayak açıp yeriyir? Yalanlar, rivayetler, nağıllar, hikayeler, tarihler, ağlaşmalar, şahseyler, vakseyler. Dinle hiçbir alakası olmayan mənasız sözler. Din adına insanlara verilir ve insanların bir kısmı da buna inanır. Çünkü insanlar hakkı yani Kur'an'ı açsaydılar, okusaydılar, görseydiler o batilin hamısı çökerdi. Ona göre de o insanlar, o din tacirleri Kur'an'ın bilinmesini istemiyorlar. Şam'ı söndürmeye çalışırlar ki pazarları açılsın. Hurafenin meydan açılsın. Bakın, xeyrin qapısını bağlayarsınızsa şərin qapısı açılar. Işığı söndürərsinizsə qaranlıq gələr. Elmi öldürərsinizsə cəhalət gələr. Kur'an yok olarsa, yani Kur'an-ı Kerim'i dövreden çıkararsınızsa, dininizin esasına koymazsınızsa yerine ne gelir? Yalan gelir, hurafe gelir, rivayet gelir, nağıllar gelir, şahseyler gelir. Din ticareti ortaya çıkar. Ona göre Aziz Allah buyurur ki, ey insanlar, batilin yok olmasını istəyirsinizsə, el-hak olanı getirin. Din anlayışının merkezin, din anlayışınızın merkezine Aziz Allah'ın kitabını getirin. Bakın sonra ne buyurur? Hüküm verir. De ki, gerçek, el-hak olan geldi, batil yıkıldı. Bakın şüphesiz ki batil, mənasız, məqsədsiz, yalan olan, iftira olan, boş olan, şüphesiz ki batil yıkılmağa məhkumdur. Siz Kur'an'ı Azerbaycan'a, Kur'an merkezli bir din getirin, görün o yalanlar necə çökecek. Ve yine de İsra suresinin 82. ayesinde buyurur Aziz Allah, güzel insanlar, Bismillahirrahmanirrahim, son ayemizi okuyuruq. Biz, bakın, müminler için şəfa olan,
Bakın göz ağrısının dermanı değil, qarın ağrısının, ürək ağrısının, baş ağrısının dermanı değil, mənəvi xəstəliklərin şəfasıdır. Quran deyir şəfadır. Quranın bir adı da şəfadır. Bakın şirkin şəfasıdır. Şirk xəstəlikdir, onu sağaldır. Yerinə onu təmizləyir, kirdir. Çirkdir. Yerinə tövhid qoyur. Köləliyi rədd eləyir, yerinə azadlıq gətirir. Haramı rədd eləyir, təmizləyir. Çünki çirkdir, yaradır. Haram insanı öldürər, haram cəmiyyəti öldürər. Bakın rüşvət cəmiyyəti öldürər, rüşvəti kökün kəsir. Əgər Quranın dediyini uyğun yaşasaq, rüşvətin kökü kəsilər. Yalanın kökün kəsir, yerinə doğrunu gətirir. Haramın kökün kəsir, yerinə halalı gətirir. Zinanın kökün kəsir. Deyir ki, ey insan, sən halal, kəbinli yolda evlən yaşa. Cəhalətin kökün qurudur, yerinə elm gətirir. Quran bir şeyi yıxır, yerinə bir şey getirir. Bakın yanlış olanı, batıl olanı yıxır, yerinə haqq olanı getirir. Şirki yıxır, yerinə tövhidi qoyur. Zülmü rədd edir, yerinə ədaləti qoyur. Müminlər üçün bir şəfadır deyir. Bakın, qəlbinizin, ağlınızın şəfasını söyləyir əziz Allah. İki rəhmətdir deyir, yeni rəhmət sözü gəldir. Quran bir rəhmətdir deyir. Bakın, eyni zamanda deyir ki, Quran həm də zalimlərin sadəcə və sadəcə zərərini artıran bir kitabdır. Zalimlər heç zaman Quranı sevmədilər. Çünki zülmün yaşaması üçün gözəl insanlar, şirkə ehtiyac var. Yalana ehtiyac var, qorxuya ehtiyac var, rəvayətə, nağıllara ehtiyac var ki, uyudasan. Quran nə deyir? Quran deyir ki, ağlını hərəkətə keçir. Zalimlər düşünən insanları sevməzlər. Halal insanları sevməzlər. Doğru danışanları sevməzlər. Nəyi sevərlər? Cəhaləti. Yarasa kimidirlər, qaranlığı sevərlər. Cəhaləti sevərlər, haramı sevərlər. Ona görə zalimlərin də hüsranını artırır. Deyirlər ki, bu Quranı bir şəkildə sıradan çıxartmamız lazımdır. Elə düşünürlər, gözəl insanlar. Allahın nurunu kimsə söndürə bilməz. Allahın nurunu kimsə söndürə bilməz. Biz müminlər üçün şəfa və rəhmət olan, zalimlərin də sadəcə zərərini artıran bir Quran endiririk deyir əziz Allah. Bakın, Allah öz kitabını özü tanıttı. Və insana deyir ki, huzur istəyirsənsə, inşa olmaq istəyirsən, insanı nə üçün inşa etmək istəyir Allah? Çünki insana bir missiya yüklüyür. Deyir ki, sən yer üzünün xəlifəsisən. Bax, o böyük vəzifəni, o xəlifəlik vəzifəsini, o xeyri, bərəkəti, ədaləti, dostluğu, barışı, insanlığı çoğaltma vəzifəsini insanın üzərinə qoyub və deyir ki, insan ancaq güclü olarsa bu vəzifəni yerinə yetirə bilər. Güclü olmağın yolu da Allahın kitabı ilə inşa olmaqdır. Yəni kitabının hədəfini açıqlayır gözəl insanlar. Əziz Allah bizə Allahın kitabını doğru anlamağı, doğru oxumağı və həyatımıza daşımağı nəsib etsin. Ən böyük arzum və duam budur ki, insanlıq Quranla inşa olsun. Ki ürəyimizə huzur gəlsin, ölkəmizə huzur gəlsin, dünyaya huzur gəlsin, barış olsun, savaşlar rədd olsun. Quran bizim müəllimimiz olsun, mürşidimiz olsun, rəhbərimiz olsun, əlimizdən tutsun, bizi Allahın huzuruna, axirət aparsın. Orada şahidimiz olsun. Desin ki, ey əziz Allah, bax sənin bu qulun məni oxudu və mənə uyğun yaşadı. Sizcə şahidi Quran olanın aqibəti cənnət olmazmı? Nə deyirsiniz? Deyirəm ki, şahidi Quran olanın aqibəti cənnət olmazmı? Məni dinlədiyinizə görə sizə təşəkkür edirəm. Var olun, sağ olun, əziz Allahın sonsuz, sınırsız mərhəmətinə əmanət olun. Gözəl insanlar.